Herkese salam. Yeni bir video ile karşınızdayım. Bugün istəyirəm birlikte Almanya'nın en güzel şehirlerinden biri olan Schwerini gezək. Əslində YouTube için video çekmeyi düşünmürdüm. Gəzdiyim ilk günün akşamı gün batımını görərkən düşündüm ki şehir çok güzeldi ve ben bunu paylaşmalıyım. İlk gün sadece Schwerin qalasına getdik ve drone ilə çəkiliş etdik. Hal-hazırda o çəkilişi görürsünüz. Biz bu şehre 2 günlük geldik. Bizim qaldığımız tərəfə 1 saat 45 dəqiqə məsafədədir. Öyrəndiyim məlumatlara əsasən onu da qeyd edim ki, Schwerin Almanyanın şimalında yerləşən Mecklenburg-Qərbi Pomeraniya əyalətinin paytaxtıdır. Bu şəhər göllərlə əhatələnib, gördüyünüz kimi. Ən məşhur abidəsi isə təbii ki Schwerin qalasıdır. Gördüyünüz bu qala 19-cu əsrdə inşa edilib. Qala içərisində ziyarətçilər üçün açıq olan zallar da var. Videonun davamında o hissələri də izləyəcəksiniz. Və bu qala həm də Almanyanın ən çox ziyarət edilən turistik məkanlarından biridir. Şəhər haqqında qısa məlumatımızdan sonra gəlin vloqumuza davam edək. İlk günün axşamından başlayaq. Restorana gedərkən oteldən çıxandan gördüyümüz bu gün batımı bizi həqiqi mənada valeh etdi. Tam olaraq bu gün batımını gördükdən sonra YouTube üçün video çəkməyə qərar verdik. Kameradan nə qədər aydın görünməsə də yenə də buraya videosunu qoymaq istədim. Daha sonra getdik axşam yeməyi yeməyə. Yeməyi çəkməyi yedikdən sonra xatırladım. Ona görə də balaca bir görüntü görəcəksiniz. Amma hələ ki gün batımını görürsüz. Dəqiq xatırlamıram, amma yeməklər 20-27 avro civarı idi. Ümumiyyətlə Almaniyada daha çox Alman tərzi restoranlarda qiymətlər ortalama bu civarlardadır. Ən azından biz tərəflərdə belədir. Beləliklə ilk günü başa vurduq. Daha sonra səhər açıldı, oteldən çıxış etdik. Otelimizin içi də, çölü də, mənzərəsi də çox gözəl idi. Yəni siz də görürsüz. Gecəlik 2 nəfər üçün qiyməti 110 avro idi. Otel şəhər mərkəzinə və qalaya ayaqla 20-25 dəqiqə məsafədə idi. Amma inanma yollar ayaqla gəzməyə dəyər və ümumiyyətlə şəhər mərkəzindəki otellərin çoxunda otaqlar biraz köhnə tipli idi. Almanyanın genelində məncə belədir. İndi isə qaldığımız otelin yuxarıdan drone-la görüntüsünü görürsüz. Məncə həqiqətən çox gözəl şəhərdir. Drone-la ətrafı biraz videoya çəkdikdən sonra oteldən çıxışımızı edib yollanırıq səhər yeməyi üçün qarnımızı doyurmağa yer tapmağa. Biz sadəcə paxlava, börək, çörək, almanlar demiş kuchen axtarışına çıxdıq. Şansımıza Türk yer tapdıq. Burada oturduq. Türk çayından, börəkdən, paxlavadan dərkən biraz qarnımızı doyurub təzədən düşdük Schwerin küçələrini gəzməyə. Yenidən qalaya yollanırıq. Həm şəkil çəkməyə, həm qalanın içini gəzməyə. Gördüyünüz bu göldə balaca şirin yatları sürə bilərsiniz. Təbii ki, ödənişlə. Bugün həm də qalanın içərisinə girəcəyik, çünki dünən içəri giriş bağlı idi. Qalanın ətrafı o qədər gözəl idi ki, təbii ki, bu gözəlliyi videoda yetəri qədər əks etdirmək mümkün olmadı, amma videoda gördüyünüz qədər belə gözəl olduğunu anlamağa bəs edir. Ümumiyyətlə, mən bu şəhərə həqiqi mənada heyran qaldım. Qalanın hər tərəfində gözəl yerlər var idi. Şəkil çəkdirməyi sevənlər üçün isə burada istənilən qədər arxa plan tapa bilərsiniz. Burası məsələn, bu göl, bu mənzərə, bu qala, həqiqətən hər şey inanılmaz görünürdü. Sanki nağıllardan çıxmış kimi. Qalanın ətrafını gəzdikcə gördüyüm hər qapıda düşünürdüm ki, bura əsas girişdir. Çünki qalanın hər tərəfi o qədər gözəl və incə düşünülmüş idi ki, qalanın çölündə restoranlar da var. Siz burada yemək yeyə bilər və almanlar demiş, sadəcə kafe kuchen sifariş edə bilərsiniz. Bu yaşıl yer də eyni ilə otura biləcəyiniz restoranlardan biridir. İndi isə gedirik bu qalanın bir görüntüsü var, bir görüntü deyirəm sizə. Oradan qalanı izləməyə, qalanın yanından ayaqla 5-6 dəqiqə məsafədə oraya. Bu yola baxın, çox gözəl deyil. Məsələ odur ki, oteldən buraya gələnə qədər hər yer belə idi. Yəni çox böyük belə bir meşə yaradıblar, ağacları çox səliqəli əkiblər. Bura eyni zamanda həm park, həm gəzinti yeri, həm velosiped sürüləcək çox gözəl bir yerdir. İndi gəldik həmin möhtəşəm mənzərəyə. Dünən hava çox gözəl idi. Bugün biraz buludlu olduğundan videoda çox yaxşı görünməyə bilər. Amma realda havaya baxmayaraq belə o qədər möhtəşəm görünürdü ki, həqiqətən insan saatlarla burada oturub sadəcə bu mənzərəni izləyə bilər. Nəysə, gəlin indi muzeyə girək. Burada biz giriş axtarırıq. Yenə gözəl olduğunu düşündüyüm üçün giriş buradır dediyim qapıdan içəri girdik. Xanım deyir ki, giriş bura deyil, qabaqda soldadır. Qapdakı yazılara fikir verməmişdik. Əslində qapdakı yazılarda bunlar qeyd olunmuşdu. Nəysə, gedirik əsas girişi axtarıb, əsas girişdən içəri giririk. Biletlərimizi alırıq və içəri giririk. Bizə dedilər ki, 2 mərtəbə var. 2-ci mərtəbəyə buradan qalxa bilərsiniz. Birinci mərtəbədən giriş buradan. Birinci mərtəbədə İsrail ilə bağlı bir şeylər idi. Biz girə bilmədik, çünki fotoaparat buraxmırdılar. Orada yoxlanış edirlər. Üstünüzü yoxlayırlar. Sadəcə bu birinci mərtəbəyə özəldir. Yəni İsrail üçün olan girişə özəldir. Ora
fotoaparatı buraxmırlar və üstünüzü yoxlayırlar. Normalda isə yoxlamırlar. Biz fotoaparatı qoya bilmədik deyə oraya qoymaq üçün şkaflara qəpik lazım idi, sent lazım idi. Bizim üstümüzdə sent yox idi. Olmadığından görə fotoaparatı qoya bilmədik. Fotoaparatı da qoya bilmədiyimizə görə gedə bilmədik. Ona görə indi ikinci məktəbəyə qalxırıq. 13 evro ödədik adam başı biletlərə. Məlumatım qədər bundan sonrasına yenə arxa səslə dinləyə bilərsiniz. İndi gəlin Şveqin qalası haqqında danışaq. Şveqin qalasının muzey hissəsində çoxlu tarixi eksponatlar sərgilənir. Bunlara şəhzadə və zadəgan ailələrinə aid şəxsi əşyalar, köhnə paltarlar, zərgərlik nümunələri, hətta saç telləri də daxildir. Saç tellərini videolarda görə bilərsiniz. Bu muzeydə həmçinin antik mebellər, rəsm əsərləri və silah kolleksiyalarında görə bilərsiniz. Hətta qılınclar da var. Videolarda çəkə bildiyim qədərini çəkib sizlərlə paylaşmışam. Düzdür, bəzi otaqlara giriş mümkün değildi. Sadəcə qapıdan görə bilirdik, qırmızı lentlə bağlı idi. Amma videoya çəkə bildiyim qədərini sizlərlə paylaşmaq üçün çəkmişəm. Məsələn, burada bu silaha bənzər qılıncları görə bilirik. Silah kimidir, amma həm də qılıncdır. Bunlar necəsə burada normal qılınclar da görə bilərik. Bunların evinin açıldığı pəncərə, açıldığı gözəllik. Bu qədər heyran qaldım ki, yəni nə çətinliklərdə, bəlkə də xoşbəxtliklərdə, bəlkə də çətinliklərdə yaşamış olurlarsa olsunlar. Pəncərələrdən görünən mənzərələr çox möhtəşəm idi. Düz bizim gəzdiyimiz yer anladığım qədərilə müzeyə ayrılan yer sadəcə bu mənzərəyə baxan tərəfi idi. Çünki digər tərəfi biz görmədik. Bütün pəncərələr çünki gölə baxırdı. Amma çox gözəl idi. Yəni məsələn bu qədər pəncərəsi olan, hər yanından mənzərə görülən otaq rəqçıma siqaret otağıdır. Mən bu otağa girən kimi Turana dedim ki, bura nə gözəl otaqdır, bu kimin otağıdırsa çox şanslı olur falan. Sonra oxuyuruq ki, siqaret otağı. Yəqin ona görə bu qədər çox pəncərəsi var. Ya da bu qədər çox pəncərəsi var deyə siqaret otağı eləyiblər. Amma bilmirəm bu. İndi keçək növbəti otağa. Bura girən kimi də baxdım və dedim ki, bura nə gözəl otaqdır. Necə gözəl işlənilib, hər şey detaylı. Bayaqdan heç belə bir otaq görməmişdim. Heç biri bu qədər gözəl değildi. Hələ taxtı görməmişdim onda. Sonra Turan dedi ki, bura kralın otağıdır. Çünki burada taxt var. Onda gördüm ki, burada kralın taxtı var imiş. Girən kimi sağıma soluma baxmadan düz baxdığım üçün. Amma çox gözəl idi. Nəysə, kralın otağında gördüyümüzə görə yollanırıq şəhərin mərkəzinə tərəf. Dedik, biraz şəhərin mərkəzini də gəzək. Sonra da evimizə geri dönək. Qalanın yanından şəhərin mərkəzinə də ayaqla 5-6-7 dəqiqə məsafədə, 5-6-7 dəqiqə məsafədir. Şəhərin mərkəzi küçələri gördüyünüz kimi gözəldir. Burada belə bir kilsə var. Bütün Alman şəhərlərinin mərkəzi küçələrində olduğu kimi burada da kilsə görə bilərsiniz. Böyük ehtimal mən yenə də kilsə sözünü düzgün vurğulaya bilmədim. Çünki bayaqdan səhv vurğulayıram və burada da Turan mənə gülür. Amma düzəl də bilmirəm. Mənə nasıl bir şey deyil. Kilsə deyirəm. Amma kilsə deməliymişəm. Ona görə də kommentlərdə özünüzü yorub bunu səhv dediyimi deməyin. Burada 2 ədəd mol görə bilərik. Çoxlu mağazalar və 2 mol. Malların birinin içinə girdik. Çox böyükdür. Girdi dediyi bir şeylər yeyək. Sonra da yollanaq evə. Bir şeylər dediyim dönər. Gəldik mola. Türk dönəri tapdıq və oturduq dönər yeməyə. Türk dönəri dediyimə də baxmayın, hamısı Alman üsulu edir. Yəni Alman dönəri olub artıq buradakı bütün dönərlər. Amma içi çox bol olur. Yəni Türk yerlərində çox yerdə dönər yemişik. Hamısının içi həqiqi mənada bol olur. Çox az hallarda bəzi yerlərdə biraz az qoyurlar. Amma biraz az dediyim yenə də Bakıdakından daha çoxdur. Nəysə, mağazalar, sonra qatar yolu, maşın yolu, avtobus dayanacağı dərkən yollanırıq yavaş-yavaş evimizə. Çünki artıq ikinci günü bitiririk, gün sonuna yaxınlaşırıq. Dedik, gedək evə. Çünki hələ 1 saat 45 dəqiqə yolumuz var. Sizə demək istədiyim bir şey var. O da əgər Almaniyaya gəlsəz və Şveqin şəhərinə yaxın tərəflərdə olsanız, 2 saat belə olsa, 3 saat belə olsa, rotanıza bu şəhəri də əlavə edin. Çünki həqiqətən gəzməkdən keyf alacağınız bir yer olacaq. Buranı gəzmək üçün sizə 3-4 saat bəs eləyər, amma siz bunu 5-6-ya da qaldıra bilərsiniz. Çünki şəkil çəkdirmək üçün həddindən artıq çox yer var. Biz 2 gün gəzdik.
bizim üçün biraz çox oldu, amma yenə də keyif aldıq bu yolculuqdan, bu şəhəri gəzməkdən. Beləliklə videonu izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi və abunə olmağı unutmayın. Gələcək şəhərlərdə, gələcək videolarda görüşmək üzrə. Hələlik.